söz gedən 231-ci maddədə fiziki şəxslər üçün kreditlərdə limitlər müəyyənləşdirir. Məsələn, 200 manat borcu olan vətəndaşımızla bağlı onun ölkədən çıxışını məhdudlaşdırması əslində problemli kreditlərin həcminin azalmasına xüsusi təsir edəcəyi inandırıcı deyil. Ona görə də daha məqsədə uyğundur ki, beynəlxalq praktikada olduğu kimi, xüsusən də ölkədən çıxışla bağlı məhdudiyyətin müəyyənləşdirilməsi zamanı fiziki şəxslərdə limitlər müəyyənləşdirilir və müəyyən limitdən artıq krediti olan vətəndaşlarımızın ölkədən çıxışı məhdudlaşsın. Çünki kiçik məbləğdə kredit borcu olan vətəndaşlarımızla bağlı belə məhdudiyyətin tətbiq edilməsi təbii ki, arzu olunan deyil. Hüquqi şəxslərlə bağlı həm təsnifatın aparılması, həm də təbii ki, anlayışın dəqiqləşdirilməsi məqsədə uyğun olar. Çünki hazırda banklarda 27 milyar 877 milyon manat kredit portfeli var və eyni zamanda təbii ki, real sektora yönəldilən kreditlərin həcmində də artımlar var. Ona görə təklif etmək istərdim ki, söz gedən maddədə hüquqi şəxsin icra orqanı rəhbəri ilə yanaşı təşkilati formasına uyğun olaraq təsnifləşdirmənin aparılması və qərarların qəbulunda iştirakı olanların tam əhatə olunması həyata keçirilsin.